Basit eşitsizlikdən test 4-dən sual izahına Ercanla davam edirik. Deməli, biz ən son test 3-ü bitirmişdik. Səhv xatırlamıramsa. İndi biz davam edəcəyik test 4-dən sual izahına. Test 4-dən başlayırıq. Birincidə Ercan bunu parçalayacaq. 2 ayrı kəsir kimi. Y-də 2x və Y-də Y. Bu Y bölü Y nə olur? 1. Oldu 2x bölü Y plus 1. Düzdür? İndi burada bir dənə məsələ var. X Y-dən kiçikdir. X Y-dən kiçikdirsə belə bir şey var. Məsələn, bu mənfi 1 olsa, bu mənfi 2 olacaq. Və ya nə bilim, mənfi 3 olar, mənfi 100 olar. Fərqi yoxdur. Əsas məsələ odur ki, X-i Y-yə böləndə mənfilər gedəcək axı. Məsələn, mənfi 100 böl mənfi 3 kimi düşün. Mənfilər gedəcək. Qalacaq müsbət bir ədəd. Yəni, mən 2-ni X böl Y-yə vuranda pozitiv bir sayı alınacaq. Və bu mənfilər getdiyi üçün X böl Y həmişə birdən böyük olacaq. Fikir verir, məsələn, 2 bölü 1, 3 bölü 2, 4 bölü 3 və ya 100 bölü 3 fərqi yoxdur. Hər ehtimalda X bölü Y birdən böyük olacaq. Mən 2-ni birdən böyük bir sayıya vursam, yəni X bölü Y 0, 1, daha doğrusu birdən böyükdür. Mən əgər bunu birdən böyük bir ədədə vursam, cavab 2-dən böyük alınacaq. Aydındır? Nə? 2-dən böyük bir ədədin də üstünə 1 gəlsən, cavab 3-dən böyük bir ədəd olacaq. Aydındır? Olacaq 3 sonsuzluq. Başa düşdün? Sonsuzluq niyə? Gördüyün kimi, məsələn, mən x-ə 1 verdim. X-ə istəsə mənfi 1 verdim. X-ə mənfi 1 milyon da verə bilərsən. Çünki X Y-dən balacadır. Yəni, böyüyəcək bu get-gedə. Amma əsas odur ki, birdən mütləq böyük olacaq. Başa düşdün? 5-ə baxaq. 5 də qəşəng sualdır. 5-də deyir ki, A mənfi 5 2 arasındadır. M-in qiymət aralığını tapaq. Birinci belə başlayaq, Ercan. Belə sualları görmüşük səndən. Burada A kare maksimum nə ola bilər? A kare maksimum 1 olur. Niyə ki? Mənfi 5-in karesi nə olur? 16 olur. Yox, özünü də götürə bilərik. Çünki daxil deyil, amma orada da daxil. Mənfi 5-in karesi nə olur? 25. Bəs mənfi 5 ilə 2 arasında karesi ən kiçik ədəd nədir? Mənfi 5 ilə 2 arasında karesi ən kiçik ədəd 4, 0 var da arada. 0 var, axı 0 da götürməliyəm, Ercan. Sonra YouTube-da baxıb deyəcək, Ercan heç nə bilmir. 0-dan 4 çıxırıq. A kare çıx 4 və 25-dən də 4 çıxırıq. Fikir verdiyin kimi bunu daxil elədim, çünki bu arada 0 var. Amma mənfi 5-i daxil eləmədim. Çünki bu arada mənfi 5-in özü daxil deyil. Mənfi 4-dən başlayır, A kare eksi 4 və hara kimi 21-ə gəlir. Mənfi 4, 21. Mənfi 4 daxildir, 21 yox. E variantı. Başa düşdün? 2-yə baxaq. 2 bayaqçı sualın başqa variantıdır. Bunu yazıram B-də B, çıx 2A bölü B. B bölü B oldu 1, çıx 2A bölü B. Bu aydındır. Yenə bayaqçını oxşur. A B-dən kiçikdir və hər ikisi mənfi ədəddir. A B-dən kiçikdirsə, yenə bayaq dediyimiz kimi, A bölü B mütləq 1-dən böyük alınacaq. 1-dən böyük bir ədədə 2-yə vursam, bu 2-dən böyük alınacaq. Aydındır. İndi mən 1-dən 2 çıxsam nə alınır? Mənfi 1. 1-dən sonsuzluq çıxsam, mənfi sonsuzluq alınır. Ona görə bu olacaq mənfi sonsuzluqdan mənfi 1-ə gəlir. Başa düşdün? 6-ya gəldik. 6-da yuxarını sən də eləyim. Hər tərəfdən 7 çıxaq. Yəni, hər tərəfdən 7 çıxsaq, mənfi 3, x və mənfi 2. 2. Burada da hər tərəfdən 1 çıxaq, sonra 2-yə bölək. 1 çıxsaq, mənfi 8, 2x, 6. 2-yə də bölürəm. Mənfi 4, x, 3. Əla. İndi burada bu bir sistem olduğu üçün orta həlli götürməliyəm. Bax, bu mənfi 3-dən başlayır, bu mənfi 4-dən. Ona görə mən mənfi 3-ü götürməliyəm. Çünki mənfi 4-dən böyüklər burada hamısı yoxdur. Məsələn, mənfi 3.5 burada var, burada yoxdur. Mən ortağı götürməliyəm. Belə olanda balaca ədədlərdən böyüyünü seçirsən. Böyüklərdən isə balacasın. Bu isə mənfi 2-də bitir. Bu 3-ə qədər davam edir. Mənfi 2-dən sonrası burada yoxdur axı. Ona görə mənfi 2-də bitməlidir. Olur mənfi 3, mənfi 2 arası. Başa düşdün? 3-ə baxaq. 3-də A kiçikdir 0, 3B-də kiçikdir. Burada minimum C istəyir. Belə suallarda həmişə çalış variantlara bax. Məsələn, mənfi 5 də burada minimum ədəd. Görək mənfi 5 ola bilər. Məsələn, C-yə mənfi 5 verdim. A ilə B hər ikisi mənfi 1 olsa, toplayanda mənfi 7 eləyir. Niyə? Mənfi 1, mənfi 1, mənfi 5 olur. Niyə toplayanmadan erdir? İndi görək yuxarıdakı şərtlər ödəyir. Yuxarıda deyir ki, A 0-dan kiçik olsun. Mənfi 1 0-dan kiçikdir. Bir də deyir ki, 3B A-dan kiçik olsun. 3B, 3-ü mənfi 1-ə vuranda nə olur?
mənfi 3. O da mənfi 1-dən kiçikdir, bunu da ödəyir. Deməli, mənfi 5 ola bilər. Ən balaca da bu olduğu üçün çox düşünməyə ehtiyac yoxdur. Onsuz da minimum istəyirdi. Başa düşdün? 7-yə baxaq. Aşağıdakilərdən hangisi doğrudur? X kiçikdir, Y kiçikdir 0. Gəl yoxlayaq. Ürəyin istəyən 2 rəqəmdir bu şərtləri ödəyən. Mənfi 5 ilə mənfi 3. Yaxşı, mənfi 5, mənfi 3. Mənfi 5 artı mənfi 3, mənfi 8 edir. 0-dan böyük deyil. Mənfi 5 vur mənfi 3, müsbət 15 edir. 0-dan kiçik deyil. Buna baxaq. Deyir ki, 2x eksiyə 2x mənfi 10, mənfi 3 çıxanda mənfi 7 edir. 0-dan kiçikdir. Bu ödəyir. Bunlara da baxaq. Bu ödəmir, onun tərsidir onsuz da. 3x artı 2-yə 3-ü mənfi 5-ə vuranda 15. Mənfi 15. 2-ni mənfi 3-ə vuranda toplayanda mənfi 20. Bu da ödəmir. Qaldı bir dənə C variantı. Başa düşdün? Bəli. Keçsək 4-ə. 4-də qardaş, hər tərəfdən 1 çıxaq, sən də bilirsən bunu. Bəli, mənfi 4. X və 3. 2 əlavə eləyək burada da hər tərəfə. 0, Y, 6. Bizə X vur Y deyir. Buradan baxıraq. Nəyi nəyə vursam ən balaca alınır? Bir dənə X seç, bir dənə Y. Nəyi nəyə vuranda ən balaca alınır? 0-dan vursaq ən balaca olur. Niyə bəs mənfi var axı? Mənfi 4-ü 6-ya vursam nə alır? Mənfi 4-ü 6-ya vur, mənfi 20. Ən balaca budur axı. Hə. Yaxşı, nəyi nəyə vuranda ən böyük alınır? 3 ilə 6-na vuranda. 3 ilə 6-ya vuranda. Mənfi 24, 18. Başa düşdün? Bəli. Mütləq 0 var deyə seçilir deyil, o kvadratda elədir. 8-ə baxaq. Erzan, 8 tipli suallarda həmişə kare olan yerdən başlayır. Kare harada var? Yəni, cüt qüvvət deyil, sırf kare deməyik. Harada çift qüvvət varsa, qüvvət deyilmişdim, düzəldəmirəm. Qüvvət. Yəni, buradan başlayaq. X, Z kvadrat. Z kvadrat həmişə nədir? Həmişə müsbətdir. Hə, deməli, X mənfi olmalıdır ki, müsbətə vuranda mənfi eləsin. Bunu başa düşdük, X mənfidir. Davam eləyək. Deyir ki, X vur Y 0-dan kiçikdir. Bu mənfidir, X də mənfidir. Deməli, Y nədir? Müsbət. Y müsbətdir ki, mənfini müsbətə vuranda mənfi eləyir. Keçdik bura. Y müsbətdirsə, müsbəti nəyə vuranda mənfi olur? Mənfiyə vuranda. Deməli, Z nədir? Mənfidir. Keçdik bura. Z o tərəfə atsam nə olur? X kiçikdir Z. Düzdür? Bizə müqayisə istəyir, işarə istəmir. X Z-dən kiçikdir. X ilə Z hər ikisi mənfi deyil. Deməli, Y bunlardan nədir? Böyük. X kiçikdir, Z kiçikdir, Y. Oldu E variantı. Gəlir 9-cu suala. 9-cu sualda bizə deyir ki, M və N arasında da A plus B bölü 3 bunu tapaq. Birinci biz özümüz M-i N-i boş ver. A plus B bölü 3'ü tapaq. A ilə B-ni toplayaq. Toplam ən rahatdır. Alt-altı toplayaq Erzan. Alt-altı mənfi 1 A artı B və 12. Sonra da hər tərəfi 3-ə bölək. Mənfi 1 bölü 3, A plus B bölü 3, 12 bölü 3, yəni 4. Mənfi 1 bölü 3-dən 4-dür. Hansı variant? Başa düşdün? 13-ə baxaq Ercancığım. Deyir ki, B-nin ala biləcəyi qiymətlərin zəmini tap. Burada bir neçə məsələyə diqqət eləməliyik. Birinci baxaq, A 7-dən kiçikdir. Bunu unutmayaq. Sonra bunu həll eləyək. A plus B kiçikdir. Mən bunu həll eləsəm Ercan. A plus B kiçikdir. Bunu ayrıca yazıram. Buradan A-lar getsə, B kiçikdir, 0 alınır. Bu aydındır. B 0-dan kiçikdir. Sonra başqa bir məsələ var. 3 də kiçikdir A plus B-dən. İndi biz düşünək. A da 7-dən kiçikdir. A 7-dən kiçikdir, tam saydılar. A-ya 6 versən, B nə alına bilər? Mənfi 1 olar. Toplayanda 5 eləyir. Mənfi 2 olar. Toplayanda 4 eləyir. Mənfi 3 olmaz. Mənfi 3 olsa 3 olur. Daxil deyil, bəli. Canavarsan insan. Mənfi 1 ilə mənfi 2-ni tapdıq. B mənfi 3 ola bilmir. A-ya başqa qiymət də verə bilərəm, onu da yoxlayaq. Bir də bunu köçürüm. A-ya 5 deyək, qardaş. A-ya 5 desəm, B nə ola bilər? Mənfi 1. Mənfi 2 ola bilər? Yox. A-ya bir də uzaq başa 4 deyək sənin xətri və A-ya 4 desəm. Mənfi 1 də ola bilməz. A düşdüksə olsa da B ola bilməz. Bir dənə mənfi 1 ilə mənfi 2 olur, toplayanda da mənfi 3. Aydındır? Davam eləyək 10-cu sual. Onda bayaq dedik, belə suallarda nədən başlayırdıq? Cüt qüvvət. Cüt qüvvət, cüt haradadır? Sən Azərbaycanca deyilmədin. Mənə gülürdün. İndi bura baxaq. Cüt qüvvət burada da var, 2-də də var. Birincdən başlayalım. A kvadrat həmişə nə olur? Müsbət. İndi B kubu C-yə vuranda alınıb mənfi. Deməli, bunlardan biri mənfidir, biri müsbət. Keçək bu sətrə. A üstü 4 nə olur? Müsbət. B üstü 4 də müsbət. C kub 0-dan böyüksə, deməli C də müsbət.
Düzdür? Bəli. İndi C müsbətsə B nədir? Mənfi. Əla. Deməli C müsbət, B mənfi. Bu cavab da mənfidir. Onda A nə olmalıdır? A. Müsbət. 2 müsbəti vursan müsbət, mənfiyə vuranda mənfi eləyir. A müsbət, B mənfi, C müsbət. B variantı. Başa düşdün? Dəqiq? Bəli. 14-ə baxaq. 14 biraz maraqlı sualdır. 14-də bizə deyir ki, AB daxildir. Əgər 4 ilə 15 arasındadır A, 2A da 5B'yə bərabərdir. Maksimum A plus B istəyir. Və şərt verib ki, A üstə gəl B Z-dir. Bax, A ilə B Z deyil, R-dir. Burada əsas çətinlik yaradan məsələ budur. Nəyə diqqət edəcəm? İlk olaraq düşünəcəm ki, A 15 deyil, düzdür? Bax, birinci buradan başlayır. A-ya 5K desəm, B 2K olur, düzdür? Düşünürəm ki, bu aralıqda 5-ə bölünən ən böyük ədəd nədir? 10. 10. Sadəcə burada daxil deyil deyə və tam ədəd deyillər deyə. Bu A 14 də ola bilər, 14 tam %95 də ola bilər. Mən məcburam ki, A-nın özün birinci 15 götürərək hesablayayım. Tutaq ki, bu 15 oldu. 15 götürdüm. K 3 çıxar. Onda bu nə eləyər? 6. Düzdür? B oldu 6 maksimum. Yəni A-nı maksimum 15 götürdüm, B-ni 6 topladım, nə oldu? 21. Amma axı A 15 ola bilmir. 15-dən az olmalıdır. Deməli, bu cavabda 21-dən daha az olacaq. 21-dən az ən böyük tam ədəd nədir? 20. Başa düşdün? Bu əgər A ilə B Z desəydi, birbaşa A-ya 10 deyərdim, B-ni də 4 tapıb eləyəcəkdim. Amma sualda A ilə B-ni Z verməyib deyə, mən A-nı 15 götürdüm, hesapladım, amma aldığım cavabı daxil götürmədim. Başa düşdün? Bəli. 11-ə baxaq. Aşağıdakının hangisi doğrudur? 0 ilə 1 arasında ədədləri bunu yadda saxlayaq. Kvadrat həmişə özündən balaca olur. 0 ilə 1 arasında ədədlərin qüvvətini aldıqca öyrənmiş deyirlər. Kəsirlərin qüvvətini kiçilirdi. İndi burada A kare kiçikdir, al düzdür. O belərə baxmağa ehtiyac yoxdur. 15-ə baxaq. 15-də də belə biraz yazılış mürəkkəb görünsə də, deyib ki, AN buna bərabərdir. Bir dəfə A3-ü yerinə qoyacam. Yəni N-in yerinə 3 qoyacam. N-in yerinə 3 qoysam alınacaq 2 bölü 3, X, 3 qoyana 4 bölü 3. Deyir ki, daxildir N, 2 bölü N ilə 4 bölü N arasındadır. 3 verəndə 2 bölü 3, 4 bölü 3. Sadəcə burada bir problem yaranmadı ki, yox, yaranmadı. Keçdik buraya. İndi bir dəfə də 2 qoyuram yerinə. 2 qoysan nə alır? 2 bölü 2, X, 4 bölü 2. 4 bölü 2. İndi bizə nə lazımdır? Bunların kəsişməsi, yəni ortaq hissə lazımdır. Ortaq lazımdırsa, demişdik ki, bunlardan böyüyün seçirəm, balacalardan böyüyün. Böyüklərdən balacası. Bunlardan böyük olan budur. 2-ni 2-yə bölsən daha böyükdür. Böyüklərdən də balacası. Bunlardan da balaca olan budur. 2 bölü 2 nə eləyir? 1 və 4 bölü 3 arası. Başa düşdün? 12-yə baxaq. 12-də birinci hər tərəfi bölək biz 3-ə. Mənfi 5 bölü 3. X 4 bölü 3. Hər tərəfdən 2 çıxaq. Yox, 2-dən hər çıxaq. Yəni hər tərəfə birinci bunu mənfiyə vurum, rahat gör. Mənfi X. Bunu mənfiyə vursam yer dəyişir də bilirsən. Mənfi 4 bölü 3, 5 bölü 3. Bir dənə də hər tərəfin 2 əlavə eləməliyim. 2 əlavə edirəm hər tərəfə. Bilirsən də niyə? 2 çıx X tapım deyə. Hər tərəfə 2 əlavə edirəm. Bura qədər aydındır. Bunu hesablasam 6 çıx 4, 2 bölü 3 eləyir. Bunu hesablayanda nə olur? 11 bölü 3. İndi bizə lazımdır ki, bizə deyir ki, 2 çıx X tam ədəddir. Bu aradakı tam ədədləri tapar. 2 bölü 3 0 nöqtə neçəsi eləyir. Bu arada tam ədəd 1 var, 2 var, 3 var. 3-dən çox yoxdur. Çünki 11 bölü 3 nə eləyir? 3 tam 3 deyil ki. Yəni 4-dən balacadır. 4 daxil deyil, deməli 1, 2, 3 olur. Toplamları da olur 1 artı 2 artı 3, yəni 6. Başa düşdün? Bəli. Gəldik 16-ya. 16-da deyir ki, 0 kiçikdir x, kiçikdir 2x kvadrat. Y üstə gəl 3-də 4x-dir. Minimum y daxildə z-i tapın. Görək nə edə bilərik? Birinci belə bir şey ilə yerəcəm. Bu misalı həll edirəm. Bu biraz ikinci ərzdən eşitsizliyə gəlir. Bizim sizdən qrupda keçəcəyimiz növbəti dərsdir. X çıx 2x kvadrat. Bunu bir tərəfə attım. Kiçik olmalıdır 0-dan. Elə bir 2x kvadratı bunun yanına attım ona görə. Bunu x-i çıxardırsan, qalır 1 çıx 2x. Kiçikdir 0. Aydındır bu. Sonra bunları 0 eləyən qiymətləri tapırsan. Bunun 0 eləyən qiyməti nədir? 1 bölü 2. Sana varsın. 1 bölü 2. Bunda 0. İndi x-ə 1 bölü 2-dən böyük qiymət verir. Məsələn 5. X-ə 5 verirsən, buradan alınır. Mənfi. Mənfi, bu da müsbət, vuranda mənfi.
0,1 bölü 2 arası bir şey verirsən, məsələn 0,1, bura müsbət olacaq burada. Mənfi ədəd versən, bura müsbət olacaq, məsələn -5 verək. Bu müsbət eləyir, amma bu mənfi eləyir. Burada oldu mənfi. Bizə nə lazımdır? Bizə lazımdır kiçik 0 dediyi üçün mənfi hissələr. Düzdür? Amma burada bir şey diqqət edin. 0 kiçikdir, x var. Yəni x 0-dan böyük olmalıdır. X 0-dan böyük olmalıdır deyə mən bunu da götürürəm. Ancaq bu hissəni götürəcəm. Başa düşdün? Yəni 2-də 1-dən sonsuzluğa. Başa düşdün? Onun cavabları yox. Hə, tələsmə, deyirəm, niyə cavab yoxdur? 2-də 1-dən sonsuzluğa, bu başa düşdün? İndi aparıq bura, qardaş. Y plus 3 bərabərdir. Bu 2-də 1-i qoyuram yerinə. Yerinə 2-də 1 qoysam, 4 vur 2-də 1, bu nə eləyir? 2. Y plus 3 alınır, 2y olur -1. Amma bu əslində buna bərabər deyil. Niyə? Çünki 2-də 1 daxil deyil. Mən x-in yerinə 2-də 1 qoyanda -1 alındı. Axı x 2-də 1-dən böyükdür. Deməli, bu cavab da böyük olmalıdır -1-dən. -1-dən böyüyən kiçik ədəddə oldu 0. Başa düşdün? Dəqiq? Bu da testin son sualı. Sağ ol.